İzləyicilərimiz, əziz şagirdlərimiz, biz bu günlərim Kürdəmir rayonundayıq. Kürdəmir rayonunun Atakişli məktəbində mən keçən dəfə dəfələrlə çəkiliş eləmişdim. Bir ondan çox şagirdi işlandırmışdıq. Amma bizim igid balamız qalmışdı. Biz də bu günlərim gəlmişik. Qarlı havada, buzlu havada, yağışlı, dumanlı havada biz igid balamız üçün gəlmişik. O Şaxtava deyirik, qarlı dağları aşaraq. Və bu günlər biz qarlı havada gəlmişik igid balamız üçün. Allah təala ömür versin. O gün olsun ki, ali məktəbə qəbul olsun. Vətənimizin dəyərli vətəndaşı olsun. İgid bala, adın soyadın nədir sənin? Ümid Səlim. Ay maşallah, Səlim oğul Ümid bala. Böyüyəndə hansı peşəyə sahib olmaq istəyirsən? Kim olmaq istəyirsən böyüyəndə? Müəllim, həkim, polis, hüquqşünas, həkim olmaq istəyirsən. Ay maşallah, arzu edir ki, gələcəkdə ən yüksək balla tibb universitetinə qəbul olasan. Yaxşı, məktəbdə ən çox sevdiyin müəllimlər kimlərdir? Aybəniz Həmzəyevə. Sonra hansı müəllimdir? Aybəniz müəllim yəqin sinif rəhbəridir, eləmi? Sinif. Sonra hansı müəllimlərdir? Bütün müəllimlər. Bütün. Amma sənin yaxşı təhsil almanda daha çox əziyyət çəkən sənin babanın, nənənin adını deyək də. Babadan bizə xeyir-dua götürdük. Adı nədir babanın? Babamın Ələkbər Əliyev. Ələkbər bəy. Nənənin adı nədir? Validə Əliyeva. Və Validə xanım. Validə xanıma da, Ələkbər bəyə də öz adımızdan dərin təşəkkürümüzdür. Sənin təhsil almaq üçün əlindən gələni əsirgəmirlər. Ananın adı nədir? Anamın adı Nurlanə Əliyev. Nurlanə xanıma da sağ ol deyin, sənin tərbiyələ məşğuldur. Və bu günlərin 2026-cı il, hörmətli izləyicilərimiz, 20 yanvar tarixidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, torpaqları nurla dolsun. O şəhidlərimiz olmasaydılar, biz bugünkü gündə müstəqillikdə yaşaya bilməzdik. Bəli, biz tarixi bir gündə səndən bağlı gözə çəkiliş edirik. Bizə nə söz verirsən? Gələcəkdə bayrağımızı yüksəklərə qaldırmağa, vətənimizin dəyərli vətəndaşı olmağa, ataya, anaya, nəniyə, babaya layiq övlad olmağa söz verirsənmi? Söz. Biz də sənə söz veririk ki, sənin uğur və nailiyyətlərini işlandıracağıq. Təşəkkürlər, təbrik edirəm. Möhkəm salam verirəm. Təbrik edirəm. Neçə qardaş bacısınız? Tək övladsan, hə. Ən gözəl el odur. Dərd olur, dəsəl olur. Və amma çətindir, mən də tək övladım, ha. Bax, o gün olsun ki, inşallah, düzdür ki, bacım var, amma təkəm, evi tək oğluyam. Və o gün olsun ki, sən də vətənində dəyərli vətəndaş olasan. İnşallah gələcəkdə yüksək balla universitetə girəsən. Bəli, hörmətli izləyicilərimiz, olmaz. Hörmətli izləyicilərimiz, mən Vüsal Kəlbəcəri, bu günlərin bizim illərin jurnalisti olan Sevinç xanımla biz burada çəkilişdəyik. Sevinç xanıma da dərin təşəkkürümüzü bildiririk, təqdim jurnalisti. Və gəlmişik soyuqlu havada bizim igid balamızı sizə təqdim eləməyə. Təşəkkürlər, minnətdarım, çox sağ olun.